Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əcil fərəcə. İmam Rıza əleyhissalamın imamət barəsində olan hədisi. Əbdüləziz ibn Müslim deyir: İmam Rıza əleyhissalamın zamanında Mərvdə idik. Şəhərə çatdığımız ilk gün, yəni cümə günü mərkəzi məsciddə toplandıq. Cəmaət imamət məsələsini və insanlar arasında bu mövzu ilə əlaqədar bir çox ixtilafın olduğunu danışıb, bir-biriləri ilə mübahisə edirdi. Mən ağam və Mövlam İmam Rızanın yanına gəlib, cəmaatın danışdıqları məsələləri ona söylədim. İmam əleyhissalam təbəssüm edərək buyurdu: Ey Əbdüləziz! Cəmaat cahilliyindən, dinlərindən azıb, Allah Taala dinini, Peyğəmbəri üçün kamil edib və hər şeyi bəyan edən Qur'anı ona nazil edərək halal, haram, hədd, ehkam və ehtiyac duyulan hər şeyi şərh etmədən Peyğəmbərinin ruhunu qəbz etmədi. Allah belə buyurmuşdur. Ən'am surəsinin 38-ci ayəsi. Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. O Allah Rəsulunun ömrünün sonlarında vaqe olan vida həccində bu ayəni nazil etdi. Maidə surəsinin 3-cü ayəsi. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. İmamət məsələsi dini tamamlayan və onu kamala çatdıran bir məsələdir. Allah Rəsulu salavatullah vəfatından əvvəl dinin nişanələrini ümmətinə açıqlamış, onun yollarını izah etmiş və doğru yolu göstərmiş, Əli əleyhissalamı onlara imam və rəhbər təyin etmiş, cəmaatın ehtiyac duyduğu hər şeyi bəyan etmişdir. Kim Allahın öz dinini kamil etmədiyini düşünsə, həqiqətdə Allahın kitabını rədd etmişdir. Allahın kitabını rədd edən isə kafirdir. Görəsən cəmaat imamətin qədrini və ümmət arasındakı məqamını bilirmi ki, onların bu mövzudakı rəyləri də doğru olsun? İmamətin qədri və məqamı cəmaatın öz ağılları ilə çata biləcəyindən və ya öz fikirləri ilə anlaya biləcəyindən ya da öz rəyləri ilə bir imamı seçə biləcəyindən daha böyük, şəni daha uca, məqamı daha yüksək, dibi daha dərindir. İmamət elə bir məqamdır ki, Allah Taala İbrahim əleyhissalamı peyğəmbərlik və xəlillik, Allahın dostu olma məqamından sonra üçüncü bir məqama və fəzilətə şərəfləndirib. Bu məqamla onun adını uzatmışdır. Allah Taala belə buyurmuşdur. Bəqərə surəsinin 124-cü ayəsi. Səni insanlara imam təyin edəcəyəm. Dedi, nəslindən necə? Deyə soruşdu. Zalimlar mənim əhdimə nail olmazlar buyurdu. Bu ayə qiyamətə qədər hər hansı bir zalimin imamətini batıl edir. Beləcə, imamət ümmətin seçilmiş şəxslərinə məxsus oldu. Sonra Allah Taala imaməti İbrahimin soyundakı seçilmiş və pak insanlara verərək ona ehsan etmiş və belə buyurmuşdur. Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını salih kimsələr etdik. Biz onları əmrimizlə doğru yolu göstərən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız bizə ibadət edirdilər. Ənbiya surəsinin 72-ci və 73-cü ayələri. Beləcə imamət davamlı şəkildə onun nəslində baqi idi. Peyğəmbər sallallahu imaməti miras alana qədər əsrdən əsrə, nəsildən nəslə bir-birindən miras aldılar. Allah Taala onlar haqqında belə buyurur. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur. Ali İmran surəsinin 68-ci ayəsi. Beləcə imamət Peyğəmbərdə qərar verildi. Peyğəmbər də onu Allahın əmri ilə onun buyurduğu şəkildə Əli əleyhissalama verdi. Sonra bu məqam onun Allahın elm və iman verdiyi seçilmiş nəslinə ötürüldü. Allah Taala onların haqqında belə buyurur. Rum surəsinin 56-cı ayəsi. Elm və iman sahibləri isə belə deyirlər. Siz Allahın kitabında olan qiyamət gününə qədər qaldınız. Bu qiyamət günüdür, lakin siz bilmirdiniz. Elə isə bu imamət qiyamət gününə qədər yalnız Əlinin nəslində baqi qalacaq. Çünki Muhammed sallallahu aleyhi və alihi və səlləmdən sonra heç bir peyğəmbər yoxdur. Belə olduqda bu cahil insanlar imamı öz rəyləri ilə necə seçə bilərlər? İmamət peyğəmbərlərin məqamını və vəlilərin mirasıdır. İmamət Allahın və peyğəmbərin xilafəti, möminlərin əmiri Əlinin məqamı və Həsən
Həsən əleyhissalam ilə Hüseyn əleyhissalamın mirasıdır. İmamət dinin kəməri, müsəlmanların nizamı və möminlərin izzətidir. İmamət İslamın inkişaf edən kökü və yüksələn budağıdır. İmamla namaz, zəkat, oruz, həcc və cihad kamil olar. Qənimət və sədəqələr artar. Hədd və hökmlər tətbiq olunar. Hüdud və sərhədlər qorunar. İmam Allahın halalını halal, haramını da haram edər. Şər'i hədləri, cəzaları icra edər. Allahın dinini müdafiə edər. Hikmət, gözəl öyüd və qəti dəlillərlə insanları Rəblərinin yoluna dəvət edər. İmam üfüqdən aləmlərə doğan bir günəş kimidir. Elə bir günəş ki, nə əllər ona çatar, nə də gözlər. İmam nur saçan bir ay, parlaq şam, parlaq nurdur. Qaranlıqların ortasında kimsəsiz səhrada və əngin dənizlərdə yol göstərən hidayət ulduzudur. Susuzlar üçün şirin bir su kimidir. Doğru yola bələdçilik edən və təhlükədən xilasdır. İmam təpədəki atəş kimidir. Soyuqdan qaçıb ona sığınanı isidər, qaranlıqda bələdçilik edər. Kim ondan ayrılsa, həlak olar. İmam çox yağışlı bulud, bol yağış, parlaq günəş, geniş yer, bol sulu çeşmə, böyük hovuz və bağça kimidir. İmam dost və əmin, şəfqətli bir ata, əkiz qardaş və çətinliklərdə bəndələrin pənah yeridir. İmam Allahın yer üzündəki əmini, etibarlı qulu, qullarına hüccəti, xəlifəsi, insanları Allaha tərəf dəvət edən və ehtiramı qorunması lazımlı olan şeyləri müdafiə edəndir. İmam günahlardan təmizlənilmiş və eyblərdən arınmışdır. Elm ona məxsusdur, səbirli və həlimdir. Dinin nizamı, müsəlmanların izzəti, münafiqlərin qəzəbinə və kafirlərin məhvinə səbəbdir. İmam öz zamanının bənzərsiz insanıdır. Heç kim ona məqam və fəzilətdə çata bilməz və heç bir alim onun tayı ola bilməz. Onun əvəzi, misli və bərabəri tapılmaz. Bağışlayan Allahın fəzli ilə heç bir tələb və səy etmədən bütün fəzilətlər ona bəxş edilmişdir. Bütün üstünlüklər ona verilmişdir. Elə isə kim imamı tanıya bilər və onu seçə bilər? Əfsus! Əfsus, xeyr, əsla, onun bir məqamını, bir fəzilətini təsəvvür etməkdə ağıllar aciz, düşüncələr qarışıq, beyinlər heyrətli, gözlər yorğun, böyüklər kiçik, hikmət sahibləri heyran, ahıllar aciz, natiqlər dilsiz, alimlər cahildirlər, şairlər usanmış, ədiblər aciz qalmış, fəsihlər yorulub zəifləmiş, hamısı acizliyini və gücsüzlüyünü etiraf etmişdir. Bu halda onu tamamilə izah etmək, varlığını vəsf etmək, işlərindən bir şey anlamaq və məqamına keçərək yerini doldura biləcək birini tapmaq necə mümkün ola bilər? Xeyr, bu mümkün deyil. Halbuki imam ulduzlar kimi çatmaq istəyənlərin əlindən və vəsf edənlərin xüsusiyyətlərindən uzaqdır. Elə isə cəmaatın rəyi harada, imamət məqamı harada, ağıllar harada və bu məqamı dərk etmək harada? Belə bir şəxsiyyətin Allah Rəsulunun xanədanından kənar bir şəxs olacağını zənn edirlər. Allaha and olsun ki, nəfsləri onlara yalan söyləmiş. Batil onları boş arzulara salmışdır. Nəticədə çətin və sürüşkən olan yüksək bir yerə ayaq basmışlar. Ayaqları sürüşərək oradan aşağı düşəcəklər. Zəif, alçaq, naqis ağılları və pozğun fikirləri ilə imam təyin etməyə cəhd etmişlər. Hədəfdən uzaqlaşmaqdan savayı bir nəticə əldə edə bilməyəcəklər. Allah onların canını alsın. Onlar hara gedirlər? Çox çətin bir işə girişmiş. Həqiqətə ziz sözlər danışmış. Dərin bir azğınlığa düşmüş və qarışıqlıq içindədirlər. Çünki onlar bilərəkdən imamı tərk etdilər. Öz əməllərini şeytan onlar üçün bəzəyib cazibədar etdi. Beləcə onları doğru yoldan çəkindirdi. Onlar görən, bəsirət sahibi insanlardan deyildilər. Allah və onun rəsulunun seçimindən üç çevirib öz istədiklərini seçdilər. Halbuki Quran yüksək bir səslə onlara belə xitab etməkdədir. Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və ona şərik qoşduqlarından ucadır. Qəsəs surəsinin 68-ci ayəsi. Yenə belə buyurur: Sizə nə olub? Necə mühakimə yürüdürsünüz? Yoxsa bir kitabınız var ki, orada oxuyursunuz? Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır və ya nə hökm etsəniz sizin olacaqdır deyə bizdən qiyamət gününədək davam edəcək əhd almısınız? Onlardan soruş ki, hansı biri buna zamindir? Yoxsa onların şərikləri var? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər. Qələm surəsinin 36-cı və 41-ci ayələri. Yenə Allah Taala belə buyurdu: Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? Muhammed surəsinin 24-cü ayəsi. Eşitmədikləri halda eşitdik.
Deyənlər kimi olmayın. Allah yanında gəzən canlıların ən pisi dərk etməyən karlar və lallardır. Əgər Allah onlarda bir xeyir bilsəydi, onları eşitdirərdi. Əgər onları eşitdirsəydi belə, yenə də üç çevirib dönərdilər. Ənfal surəsinin 21-ci 23-cü ayələri. Onlar isə eşitdik və qarşı çıxdıq dedilər. Bəqərə surəsinin 93-cü ayəsi. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf sahibidir. Hədid surəsinin 21-ci ayəsi. İmamı necə seçə bilərlər? Halbuki imam cəhalətdən uzaq bir alim, qorxmayan bir rəhbər, müqəddəslik, paklıq, ibadət, elm və qulluq mədənidir. Peyğəmbərin ilahi onu sevəni sev və ya ilahi onlardan pislikləri uzaqlaşdır və sair duaları yalnız ona məxsusdur. O Bətulun, Fatimənin pak nəslindəndir. Allahın salamı olsun ona. Onun nəsl şəcərəsində heç bir qüsur yoxdur. Nəsl nəcabət sahibi heç kimsə onunla müqayisə edilməz. O Qureyşdən, Haşimilərdən və Allah Rəsulunun əhl-i-beytindəndir. O Allah tərəfindən razı olunmuş və bəyəniləndir. Şərəflilərin ən şərəflisidir. Əbdülmanaf nəslindəndir. Dərin elmə və kamil helmə malikdir. İmamət işi üçün güclü, siyasəti bilən, itayəti fərz olan, Allahın əmrini qoruyan və onu canlı tutan, Allahın qullarının xeyrini istəyən və Allahın dinini müdafiə edən şəxsdir. Allah Teala peyğəmbərləri və imamları dəlillərində müvəffəq edər. Başqalarına vermədiyi gizli elm və hikmətlərindən xəbərdar edər. Elmləri hər zamanın əhlinin elmindən üstün olar. Allah Teala belə buyurur. Yunus surəsinin 35-ci ayəsi. De, Allah haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir. Yoxsa doğru yolu göstərilmədiksə özü onu tapa bilməyən kəs sizə nə olub? Necə mühakimə yürüdürsünüz? Yenə buyurur. Kimə hikmət bəxş edilmişsə ona çoxlu xeyir verilmişdir. Bəqərə surəsinin 269-cu ayəsi. Talutun qissəsində belə buyurur. Dedi, Allah sizdən ötürü onu seçmiş və elm və bədəncə ona üstünlük vermişdir. Allah öz mülkünü istədiyinə verər. Allah genişdir, hər şeyi biləndir. O lütf və kərəmi ilə genişdir, hər şeyi biləndir. Rəsuluna da belə buyurmuşdur. Allahın sənə lütfu böyükdür. Eyni zamanda Peyğəmbərin əhl-i-beyti, itrəti və soyundan olan imamlar haqqında da belə buyurmuşdur. Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar. Halbuki biz İbrahim evladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik. Onlardan kimisi ona iman gətirdi, kimisi də ondan üz döndərdi. Cəhənnəmin alovlanmış odu kifayət edər. Nisa surəsinin 54-cü 55-ci ayələri. Allah Teala bir bəndəsini qullarının işlərini idarə etmək üçün seçdikdə, bu iş üçün onun sinəsini genişləndirər və ürəyinə hikmət çeşmələri yerləşdirər. Elmi ilham edər. Artıq bundan sonra heç bir sualın cavabında aciz qalmaz və doğru olandan uzaqlaşmaz. O məsum, təsdiq edilmiş, qalib və doğrudur. Səhv, yanlış və azmaqdan amandadır. Allah Teala onu bəndələrinə höccət və məxluqlarına şahid olması üçün belə etdi. Məhz bu Allahın lütfüdür. Onu istədiyinə verər. Allah çox böyük lütf və fəzilət sahibidir. Görəsən onlar belə bir şəxsi tapmağa qadirdirlər ki, onu seçə bilsinlər. Seçdikləri şəxsin bu xüsusiyyətlərə sahib olması mümkündür ki, onu başqalarından üstün tutsunlar. Allahın evinə and olsun ki, haqqa təcavüz etmişlər. Allahın kitabını arxalarına götürüblər. Sanki heç bir şey bilmirlər. Halbuki Allahın kitabında şəfa və hidayət vardır. Onu bir kənara buraxıb öz həva və həvəslərinə uymuşlar. Buna görə Allah onları qınamış, onlara qəzəblənmiş, həlak etmiş və buyurmuşdur. Allahdan bir dəlil olmayınca öz nəfsinə uyandan haqq yolu daha çox azmış kim ola bilər? Allah zalim tayfanı doğru yola müvəffəq etməz. Qəsəs surəsinin 50-ci ayəsi yenə buyurmuşdur. Kafirlərə gəldikdə isə hamısı məhv olsun. Allah onların əməllərini puça çıxardar. Muhammed surəsinin 8-ci ayəsi yenə buyurmuşdur. Bu həm Allah, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər bir təkəbbür sahibinin zalimin ürəyini belə möhürləyər. Allah